Cənubi və Cənub-Şərqi Asiya ölkələrində musson yağışlarının və siklonun səbəb olduğu fəsadlar nəticəsində ölənlərin sayı 1379-a çatıb. Təbii fəlakət İndoneziya, Şri-Lanka və Taylandda 900-dən çox adamın itkin düşməsinə səbəb olub. İndoneziyanın Sumatra adasında daşqın, torpaq sürüşməsi və palçıq axınında 744 nəfər ölüb, 551 nəfər itkin düşüb. Şimali Sumatra əyalətində 500 mindən çox sakin təxliyə edilib. Təxliyə olunanların böyük hissəsinin evləri tam dağılıb. Axtarış, xilas etmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı polis və hərbiçilər də cəlb olunub. Şri-Lankada ditfaq qasırğası nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlarda 465 nəfər ölüb, 366 nəfər isə itkin düşüb. Taylandda isə ölü sayı 170-ə çatıb. Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Təbii fəlakət ümumilikdə 4 milyon insanın həyatına təsir edib.